Tamam, hər vaxtınız xeyirli olsun. Bu günləri 25 dekabr 2025-ci il səhər saatlarından Azərqazın əməkdaşları qazları kəsiblər. Burada qəza olub, gördünüz bu yerdə. Maşın gəlib girib bura. İndi yaxından bir dənə gəl göstər, başına dön. Gəl yaxından göstər. Bütün günü saat neçədir indi? Axşam saatlardır. 5-6 işləmiş. Bütün günü Azərqazın əməkdaşları bir dənə bunu düzəldə bilmirlər. Bir dənə burada da çıxırlar. Biraz orada sızma olub. Onu yaxından görür. Hansısa kasıbın qaza borcu olan kimi dərhal göndərib kəsirlər. Bir dənə sızmanı düzəltmək bunlara 10 saata başa gəlir. Azərqazın rəhbəri Osman müəllim, iclaslara gəlmirsən. Asimi göndərirsən, Asimə zəng eləmişsən. Bir gələn səfər sifarişi mən göndərəcəm, sən özün göndərəsən düzəldərlər. Buna bir abırsılıqdır. İşləyə bilmirsiniz, qazı 30 qəpikdən alırsınız, dinlənmirik, səsimizi çıxartmırıq. Yəni nə deyirsiniz eləyirik də. Çayğac qoymursunuz, ona da dinlənmirik ki, yaxşı. Siz deyirsiniz, haqsız prezidentin qərarı var. Bu sızmanı düzəldin, evində körpəsi olan, yaşlı xəstəsi olan, bunlara yazığınız gəlmir. Allah sizin bəlanızı versin. 1000 bəlanızı versin ki, bu cəmaata zülm edirsiniz. Adamın bir vicdanı olar da, işləyə bilmirsiniz, gedin başqa işlə məşğul olun da. Cənab prezident, ictimai nəzarət olaraq sizə səslənirik. Belə adamların tədbirini görmək lazımdır. Bunlar xalqı, milləti, dövləti sevməyən adamlardır. Maaşın fikirləşir, oturub istəyir yerdə, rahat yerdə cəmaata zülm edir. Cəmaatın körpəsi var evində, yaşlısı var, xəstəsi var. Valla söz deyiləsi deyil. Bir dənə balaca var sızmanı, bir dənə buradadır, bir dənə də bu yanlarda balaca. 10 saata bir dənə buranı sıvark edib tutara bilmədilər. 10 saata. Allah vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycanlı qorusun.